Qəbələndin girişinə 17 manat verməyə dəyər. Gəlin birlikdə baxaq. Biraz baxımsızlığı var. Məsələn, bunun arxa oturacağına oturmağa qoymurlar. Bu 360 desən adı. Arxa oturacağına oturmağa qoymurlar çünki arxa tərəflərin o güvənlik sistemi var idi, əmir gəlir belə. O işləmir. Məsələn, bu atraksiyonun məhz bu oturacağı işləmir. Bu normal işləyir. Elə bil ki, hər şeyin bir şeyi işləmir deyə adam biraz minməyə qorxur açıqcası. Belə amma mənzərə möhtəşəmdir də. Yavaşdır, amma biraz yaxlamaq lazımdır. Belə trampolin zona var. Belə şişmə batut var, normal işləyir. Belə sinema salonudur. 12 oturacaq olsa da cəmi 3-ü, 4-ü, bəzən ikisi işləyir. Ona görə sıra çox olur. Eyni sinema salonu üçün 6 seçim olsa da sadəcə 3-ü işləyir. 3-ündən seçə bilirsiniz. Keçən dəfə storydə paylaşımda dedim ki, bəs 17 manat verib içəri girəndən sonra çox şey sınırsızdır və insanlara qəribə gəldi ki, necə yəni? Belə ki, bir dəfə 17 manat verirsiniz. Məsələn, səhər girdiniz, axşama qədər qala bilirsiniz və axşama qədər qalanda da istədiyiniz qədər minə bilirsiniz. Təbii ki, bəzi şeylər var ki, əlavə ödənişləndir. Məsələn, at sürmək istəyirsənsə əlavə 5 manat. Orada bir neçə dənə şey də var idi ki, bunlara əlavə ödəniş alınır, amma digər çox şey, əksər şeylər sınırsızdır. Uşaqlığımızın əyləncəsi toqquşan maşınlar var. Bu da qolbağa daxildir və limitsizdir. Bunun adı kəpənəkdir, qolbağa daxildir və sınırsızdır yenə. Bağlama saatına gəldik, çatdıq. Çox yerə gedə bilmədim, çox şey göstərə bilmədim, amma qısaca deyə bilərəm ki, xarab olanları düzəltsələr, atraksiyonları yenidən rəngləsələr, çox daha güvənli hiss eləyərək xoşbəxt bir şəkildə əylənə bilərik. Belə amma yenə də 17 manat verib atraksiyonlardan sınırsız bir şəkildə istifadə edə bilmək yenə də əladır.